6-cı fəsil dəyişikliyə müqavimət. Mən daim dəyişən həyatın ritmi və axarı ilə yaşayıram. Dərk etmə, sağalma və dəyişmə istiqamətində ilk addımdır. Bizi narahat edən vəziyyəti yaxşılaşdırmaq üçün daxilimizdə kök salmış bu vəziyyəti yaradan inancı tapmalıyıq. Bəlkə də bu vəziyyəti görməyə, ondan şikayət etməyə və başqalarında axtarmağa çalışırıq. O, bizim diqqətimizi cəlb edir. Onunla məşğul olmağa başlayırıq. Biz problemin həllinə yanaşmada yeni yollar tapmaq üçün çox vaxt müəllimimizə, dostumuza, dərslərə, seminarlara və ya kitablara üst tuturuq. Dostumun görüşə dəvət olunması ilə bağlı təsadüfən verdiyi məlumatla mənim oyanışım başladı. Dostum həmin görüşə getmədi. Lakin nə isə bir şey məni bu görüşə getməyə vadar etdi. Bu kiçik görüş mənim inkişafımda ilk addım oldu. Bu addımın əhəmiyyətini sonralar dərk etdim. Çox vaxt ilkin mərhələdə bu yanaşmaya reaksiyamız mənfi olur və düşünürük ki, bunun heç bir mənası yoxdur. Yəqin ki, bu bizə olduqca asan ya da qəbul edilməz görünür. Bunu etmək istəmirik. Buna qarşı çox güclü müqavimətimiz yaranır. Hətta bunu etmək haqqında düşünərkən çox əsəbləşirik. Bu mərhələnin müalicə prosesimizdə ilk addım olduğunu başa düşə biliriksə, onda belə reaksiya çox yaxşıdır. Mən insanlara deyirəm ki, proses başa çatmasa da, onların hiss etdikləri, istənilən reaksiya onların yaxşılaşma prosesində olduğunu göstərir. Həqiqət odur ki, dəyişiklik sizin onun haqqında düşünməyə başladığınız andan başlayır. Səbirsizlik müqavimətin bir başqa formasıdır. O, öyrənməyə və dəyişikliyə qarşı çıxan bir müqavimətdir. Biz hər hansı bir problemimizin dərhal həll olunmasını, həmin an başa çatmasını istəyəndə bu problemin yaranma səbəblərini öyrənmək üçün özümüzə vaxt ayırmaq istəmirik. Siz bir otaqdan digərinə keçmək istəyərkən ayağa durmalı və sizə lazım olan istiqamətdə addım-addım hərəkət etməlisiniz. Sadəcə yerinizdə oturub o biri otaqda olmağınızı tələb etməklə buna nail ola bilməzsiniz. Problemlərimizin həlli də bunun kimidir. Hamımız problemlərimizin aradan qalxmasını istəyirik. Lakin nəticə əldə etmək üçün azacıq da olsa bir iş görmək istəmirik. Artıq yaranmış vəziyyət və şəraitə görə öz məsuliyyətimizi qəbul etmək vaxtıdır. Mən bugünkü vəziyyətinizə görə özünüzü günahlandırmağı yaxud pis adam adlandırmağınızı nəzərdə tutmuram. Fikirlərinizi reallığa çevirən, daxilinizdəki gücü dərk etməyinizi nəzərdə tuturam. Əvvəllər bu gücü istəmədiyimiz hadisələrin yaranmasına özümüz də bilmədən sərf etmişik. O zaman nə etdiyimizi bilmirdik. Lakin indi öz məsuliyyətimizi dərk edir, gücümüzdən şuurlu şəkildə öz mənafeyimiz üçün yaxşı mənada istifadə etməyi başa düşür və öyrənirik. Mən pasiyentlərimə hadisələrə yeni baxış yaxud insanları bağışlamaq üçün yeni yanaşma təklif edəndə, onların tez-tez dişlərini bir-birinə sıxaraq, çənələrini qabağa uzatdıqlarını və qollarını sinələrində çarpazladıqlarını müşahidə edirəm. Hətta onlar yumruqlarını da sıxırlar. Müqavimət hissi özünü büruzə verir. Onda mən lazımi məqamı tutduğumu anlayıram. Hamımız nəsə öyrənməliyik. Bizim üçün çətin olan şeylər yalnız öyrənmək üçün seçdiklərimizdir. Bizə nələr asan gəlirsə deməli onlar bizim üçün dərs deyil. Çünki biz onlar barədə artıq bilirik. Dərslər dərk edilərək öyrənilə bilər. Sizin üçün ən çətin tapşırığın nə olduğunu və buna nə qədər müqavimət göstərdiyinizi düşünürsünüzsə, deməli, həmin an ən çətin dərsinizin axtarışındasınız. Təslim olmaq, müqaviməti dəf etmək, sizə lazım olanı öyrənmək istəyi, növbəti addımı xeyli asanlaşdıracaq. Müqavimətinizin dəyişiklik etməyinizə mane olmasına imkan verməyin. Biz iki səviyyədə işləyə bilərik. Bir, müqavimətimizi şuurlu şəkildə qəbul etməklə, iki, dəyişikliyi davam etdirməklə. Özünüzü müşahidə edin. Necə müqavimət göstərdiyinizə baxın. Sonra isə irəliyə doğru addım atın.
Davranışlarımız nə deyir? Hərəkətlərimiz çoxmuq müqavimətimizi əks etdirir. Bunlar aşağıdakılar daxildir. Mövzunu dəyişmək, otağı tərk etmək, vanna otağına getmək, gecikmək, xəstələnmək. Hadisələri aşağıdakıları etməklə geciktiririk. Başqa bir iş görməklə, daha çox vaxt aparan işlə məşğul olmaqla, boş vaxt keçirməklə, uzağa yaxud pəncərədən çölə baxmaqla, hansısa jurnalı vərəqləməklə, fikrimizi yayındırmaqla, yemək, içmək və siqaret çəkməklə, münasibətlər yaratmaqla, yaxud onları bitirməklə, qəzalar, maşın, cihaz, su borusu qəzaları və s. yaratmaqla. Ehtimallar. Biz öz müqavimətimizə bəraət qazandırmaq üçün başqaları ilə bağlı fərziyyələr irəli sürür və bu məqsədlə aşağıdakı fikirləri işlədirik. Bunun mənə heç bir xeyri olmayacaq. Mənim ərim, arvadım başa düşməyəcək. Gərək bütün şəxsiyyətimi dəyişim. Yalnız dəlilər terapeutə gedirlər. Onlar problemimi həll etməyə kömək edə bilməzlər. Onlar mənim irsimi soyuda bilməzlər. Mənim vəziyyətim fərqlidir. Mən onları narahat etmək istəmirəm. Bu öz-özünə qaydasına düşəcək. Məndən başqa heç kəs bunu etmir. İnanclar. Biz dəyişməyimizə mane olan inanclarla böyüyürük. Məhdudlaşdırılmış inanclarımızdan bəzilərinə nəzər salaq. Bunu etmirlər. Bu düzgün deyil. Bunu etmək mənə yaraşmaz. Bu mənəviyyata ziddir. Mənəviyyatda insanlar qəzəblənmir. Kişilər, qadınlar bu işlə məşğul olmurlar. Mənim ailəm heç vaxt bunu etməyib. Sevgi mənim üçün deyil. Çox uzaqdır. Hədsiz dərəcədə çox işdir. Çox bahadır. Olduqca çox vaxt aparacaq. Mən buna inanmıram. Mən elə insan deyiləm və s. Onlar. Biz öz gücümüzü başqalarına veririk. Sonra da onları dəyişməyimizə mane olan səbəblər kimi göstəririk. Ağlımızda aşağıdakı fikirlər dolaşır. Allah buna yol vermir. Gözləyirəm ki, ulduzlar icazə versin. Bu uyğun mühit deyil. Onlar dəyişməyimə icazə verməyəcəklər. Mənə lazım olan müəllimim, kitabım, sinfim, vəsaitim yoxdur. Mənim həkimim başqa cür deyir. İşdən vaxt tapa bilmirəm. Mən onların təsiri altında olmaq istəmirəm. Hamısı onların günahıdır. Birinci onlar dəyişməlidir. Mən filan şeyi əldə edən kimi bunu edəcəyəm. Siz onlar başa düşmürsünüz və ya başa düşmürlər. Mən onları incitmək istəmirəm. Bu mənim tərbiyəmə, dinimə, fəlsəfəmə ziddir. Şəxsi fikirlər. Dəyişməyə müqavimət göstərmək üçün özümüz haqda fikirlərdən istifadə edirik. Bu fikirlərə aşağıdakılar daxildir. Çox yaşlıyam, çox gəncəm, çox kökəm, çox arğam, boyum çox qısadır, çox uca boyam, çox tənbələm, çox güclüyəm, çox zəifəm, çox sakitəm, çox ağıllıyam, çox kasıbam, çox dəyərsizəm, çox hərdəm xəyalam, çox tənbələm, çox ciddiyəm, çox təkəbbürlüyəm və s. Yəqin ki, bunların hamısı həddindən artıq çoxdur. Ləngitmə taktikası. Bizim dəyişməyə olan müqavimətimiz özünü ləngitmə taktikası kimi büruzə verir. Biz aşağıdakı bəhanələrdən istifadə edirik. Bunu sonra edərəm. İndi fikirləşə bilmirəm. İndi vaxtım yoxdur. Bunu etməyə çox vaxt lazımdır. İşlə heç cür alınmır. Yaxşı fikirdir. Mən bunu bir başqa vaxt edəcəyəm. O qədər başqa işim var ki, bu barədə sabah fikirləşərəm. Filan şey qurtaran kimi başlayacağam. Səfərdən qaydanda edəcəm. İndi münasib vaxt deyil. Artıq çox gecdir və ya hələ çox tezdir. İnkar etmə. Bu müqavimət özünü dəyişməyə olan ehtiyacı inkar etmədə özünü büruzə verir. Belə yanaşmada aşağıdakı fikirlərə rast gəlinir. Məndə heç bir problem yoxdur. Bu problemlə bağlı heç nə edə bilmərəm. Mən keçən dəfə çox yaxşı idim. Dəyişməklə nə yaxşılaşacaq ki? Əgər mən ona fikir verməsəm, problem də olmaz. Qorxu. Müqavimətin ən böyük kateqoriyası qorxudur. Qeyri-müəyyənlik qorxusu. Bunlara diqqət yetirin. Mən hələ hazır deyiləm. Mən uğursuzluğa düçar ola bilərəm. Onlar məni qəbul etməzlər. Qonşular nə fikirləşər? Mən ərimə, arvadıma deməyə qorxuram. Mənim xətrimə dəyərlər. Mən dəyişməyə məcbur olaram. Buna görə pul xərcləməli olacağam. Ölərəm, amma boşanmaram. Kiminsə mənim problemimin olduğunu bilməsini istəmirəm. Mən öz hisslərimi ifadə etməkdən qorxuram. Bu barədə danışmaq istəmirəm. Mənim buna gücüm yoxdur. Bilmirəm, bu mənim üçün hansı sonluqla bitə bilər. Mən azadlığımı itirə bilərəm.
Bunu etmək çox çətindir. İndi kifayət qədər pulum yoxdur. Mən də kiminsə xətrinə dəyə bilərəm. Mükəmməl olmaya bilərəm. Dostlarımı itirə bilərəm. Heç kimə inanmıram. Bu mənim adıma xələl gətirə bilər. Mən kifayət qədər yaxşı deyiləm. Bu siyahı uzana da bilər. Bu müqavimətlərdən sizə tanış gələn oldu mu? Aşağıdakı misalda təsvir olunan müqavimətə fikir verin. Ciddi ağrılardan əziyyət çəkən bir xanım yanıma gəlmişdi. Müxtəlif avtomobil qəzalarında onun beli, boynu və dizi sınmışdı. Bununla belə yanıma gələrkən yolu azmışdı, xaza düşmüş və gecikmişdi. Mənə öz problemlərindən danışmaq onun üçün çox asan idi. Lakin mən qadına bir dəqiqə icazə verin, mən danışım deyəndən sonra o təşvişə düşdü. Gözündəki linzalar onu narahat etməyə başladı. Stulunu dəyişmək istədi. Sonra vanna otağına getdi. Daha sonra linzalarını çıxarmalı oldu. Seansın sonuna dək mən onun diqqətini cəlb edə bilmədim. Bütün bunlar müqavimət idi. O azad olmağa və müalicəyə başlamağa hazır değildi. Mən öyrəndim ki, 2 dəfə onun bacısının, həmçinin anasının da beli sınıbmış. Digər xəstəm isə kifayət qədər yaxşı çıxışlar edən bir küçə aktyoru idi. O başqalarını, xüsusilə də müəssisələri necə bacarıqla aldatması ilə öyünürdü. O demək olar ki, həmişə və hər vəziyyətin öhdəsindən gəlməyi bilirdi. Əvəzində isə heç nəyə nail olmurdu. Daim pulsuz olurdu. Ən azı bir ayın kirayə haqqını verə bilmirdi. Hətta telefonu da yox idi. Paltarı, əzi üzü, özü çox vaxt işsiz, bədəni isə xəstə olan bu aktyorun şəxsi həyatı da puç idi. Sevgilisi yox idi. Onun nəzəriyyəsinə görə yaxşı bir şey əldə etməyənə qədər başqalarını aldatmağa son qoymayacaqdı. Əlbəttə, onun bəzi əməllərinin müqabilində həyatına yaxşı heç bir yenilik gələ bilməzdi. Orada da yaxşı bir şey yox idi. O ilk növbədə aldatmağa son qoymalı idi. O isə köhnə şakərindən əl çəkə bilmirdi. Dostlarınızı rahat buraxın. Dostlarınızı rahat buraxın. Çox vaxt özümüzdə dəyişiklik etmək əvəzinə dostlarımızın hansınınsa dəyişikliyə ehtiyacı olduğunu qərar veririk. Bu da bir müqavimətdir. Təzə işləməyə başlananda bir xəstəm var idi. O, məni xəstəxanalara dostlarının yanına göndərirdi. Dostlarına gül əvəzinə onların problemlərini həll etmək üçün məni göndərirdi. Səslərini yazmaq üçün əlimdə maqnitofon palataya daxil olur. Yataqda uzanıb mənim nəyə görə bura gəlməyimdən xəbərsiz olan və nə etdiyimi başa düşməyən xəstəyə yaxınlaşırdım. Bu hadisələrdən sonra öyrəndim ki, insan özü tələb etməyənə qədər onunla işləmək lazım deyil. Bəzən xəstələrim dostlarına mənim seanslarımı hədiyyə edirdilər. Bu da o qədər yaxşı nəticə vermir. Belə xəstələr nadir hallarda seansları davam etdirirdilər. Bizdə hər hansı bir dəyişiklik yaxşı alınanda onu başqaları ilə bölüşmək istəyirik. Lakin ətrafımızdakı insanlar bizim istədiyimiz vaxtda və istədiyimiz yerdə dəyişiklik etməyə hazır olmaya bilərlər. Biz istədikdə dəyişikliklər etmək kifayət qədər çətindir. Lakin kimsə istəmədiyi halda onu dəyişməyə məcbur etmək qeyri-mümkündür və bu dostluq münasibətlərini poza bilər. Mən xəstələrimi dəyişməyə çalışıram, çünki onlar bunun üçün məhz mənim yanıma gəliblər. Dostlarımı isə bu məsələdə rahat buraxıram. Güzgü ilə iş. Güzgülər özümüzlə bağlı hisslərimizi bizə göstərir. Əgər xoşbəxt mənalı həyat yaşamaq istəyiriksə, onları haradan dəyişiklik etmək lazım olduğunu, onlar bizə harda dəyişiklik etmək lazım olduğunu əks etdirir. Mən insanlardan hər dəfə güzgünün yanından keçəndə öz gözlərinin içinə baxıb, özləri haqda nəsə yaxşı bir söz demələrini xahiş edirəm. Təsdiqləməyin ən yaxşı yolu güzgüyə baxıb fikirləri ucadan deməkdir. Siz içinizdə dediklərinizə qarşı çıxan müqavimətdən dərhal xəbər tutacaq və onu daha tez dəf edəcəksiniz. Yaxşı olar ki, bu kitabı oxuyanda yanınızda güzgü olsun. Motivasiya edici cümlələri işlədərkən güzgüdən istifadə edin. Harada müqavimət göstərdiyinizi və ya açıq rahat olduğunuzu yoxlayın. İndi güzgüyə baxın və öz-özünüzə deyin. Mən dəyişmək istəyirəm. Mən dəyişmək istəyirəm. Nə hiss etdiyinizə fikir verin. Əgər tərəddüd edir, yaxud müqavimət göstərirsinizsə və ya dəyişmək istəmirsinizsə, özünüzdən soruşun. Niyə? Hansı köhnə inanc sizə dəyişməyə imkan vermir? İndi özünüzü danlamaq vaxtı deyil.
Sadəcə nə baş verdiyinə və hansı inancınızın üzə çıxdığına diqqət yetirin. Bu sizə çoxlu problemlər yaradan inancdır. Onun haradan yarandığını xatırlayırsınızmı? Biz öz doğru bildiklərimizi təsdiqləyərkən qeyri-adi heç nə baş vermirsə, motivasiya edici fikirlərin heç bir faydası yoxdur. Demək asandır. Məsələ motivasiya edici fikirlərin işləməməsi deyil. Biz motivasiya edici fikirləri dilə gətirməzdən əvvəl başqa bir mərhələdən də keçməliyik. Təkrarlanan proseslər bizim ehtiyaclarımızı göstərir. Qazandığımız hər bir vərdiş, dəfələrlə başımıza gələn eyni hadisələr, dönə-dönə təkrarladığımız hərəkətlər bizim onlara ehtiyacımız olduğunu göstərir. Ehtiyac isə bizim inanclarımıza uyğun gəlir. Əgər ehtiyac olmasaydı, bu bizdə olmazdı, bunu etməzdik, bu cür olmazdıq. Daxilimizdə köklüyə, pis münasibətlərə, uğursuzluğa, siqaretə, qəzəbə, kasıblığa, istismara yaxud bizə problem yaradacaq istənilən şeyə ehtiyacı olan nəysə var. Dəfələrlə öz-özümüzə demişik, bunu bir daha etməyəcəm. Amma bir gündən sonra yenə tort yeyirik, siqaret çəkirik, sevdiyimiz insanlara ağır sözlər deyirik və s. Sonra bütün problemlərimizi toplayıb öz-özümüzə qəzəblə deyirik. Sənin iradən yoxdur, intizamlı deyilsən, çox zəifsən. Bu da bizim daşıdığımız günahkarlıq yükünü daha da ağırlaşdırır. Bunun iradə yaxud intizamla heç bir əlaqəsi yoxdur. Həyatımızda çıxarmaq istədiyimiz istənilən şey sadəcə bir simptom və zahiri təsirdir. Bu simptomdan onu doğuran səbəbi aradan qaldırmadan qurtulmaq cəhdi faydasızdır. Bir anlıq iradəsizlik yaxud intizamsızlıq etsək, həmin simptom yenidən ortaya çıxacaq. Ehtiyacı yox etmək istəyi. Mən xəstələrimə deyirəm, yəqin sizi bu vəziyyətə salan bir ehtiyacınız olub, yoxsa bu vəziyyətə düşməzdiniz. Gəlin bir addım geriyə qayıdaq və ehtiyacı yox etmək üçün çalışaq. Ehtiyacınız olmasa, siqareti çəkmək, çox yemək və ya pis vərdişlərlə məşğul olmaq istəməyəcəksiniz. İstifadə etməli olduğunuz ilk cümlə budur. Mən müqavimətə, baş ağrısına, qəbizliyə, artıq çəkiyə, pul çatışmazlığına və digər mənfi hallara olan ehtiyacımdan azad olmaq istəyirəm. Deyin, mən filan şeyə olan ehtiyacımdan azad olmaq istəyirəm. Bu mərhələdə tərəddüd etsəniz, onda digər motivasiya edici fikirlərin də mənası qalmayacaq. Ətrafımızda yaratdığımız şəbəkə qarışıq olmamalıdır. Nə vaxtsa düyün düşmüş kəndiri açmısınızsa, bu zaman kəndiri dartanda düyünün biraz da bərkidiyini bilirsiniz. Bu düyünləri çox ehtiyatla və səbirlə açmalısınız. Ruhunuzdakı düyünləri açarkən də bu cür ehtiyatlı və səbirli olmağınız vacibdir. Hər hansı köməyə ehtiyacınız varsa, onu istəməkdən çəkinməyin. Hər şeydən öncə bu prosesdə özünüzü sevin. Köhnə vərdişlərdən azad olmaq istəyi bu prosesdə açar rolunu oynayır. Sir bundadır. Mən problemə ehtiyacımız var deyəndə bizim düşüncələrimizin baş verən hadisələrdəki təzahürünə olan ehtiyacımızı nəzərdə tuturam. Hər bir təzahür bizim daxili düşüncələrimizin təbii ifadələridir. Xarici təsirlə yaxud simptomla mübarizə aparmaq sadəcə enerji itkisidir və bu da çox vaxt problemi böyüdür. Mən buna layiq deyiləm fikri işlərə təxirə salmağa səbəb olur. Əgər mənim daxili inam və fikirlərimdən biri mən buna layiq deyiləmdən ibarətdirsə, o zaman bunun təzahürü rəngimə olacaq. Belə ki, təxirə salma bizim getmək istədiyimiz yerə çatmağımıza mane olan amillərdən biridir. İşlərini təxirə salan insanlar daha çox enerji və vaxtlarını özlərinə məzəmmət etməyə sərf edirlər. Onlar özlərini tənbəl adlandırır və pis insan kimi hiss etməyə məcbur edirlər. Başqalarının uğurlarına həsəd aparmaq. Diqqəti sevən xəstələrimdən biri adətən dərsə gecikərək qarışıqlıq yaradırdı. 18 uşaqlı ailənin ən kiçik övladı olmuş bu kişinin anadan olmasının da istəməyiblər. Uşaq ikən o ətrafındakı insanların istədiklərinə nail olduqlarının şahidi olmuş, öz arzularını isə reallaşdıra bilməmişdi. Hətta indi də kimsə uğur qazananda o həmin adamın sevincinə şərik olmaq əvəzinə
Həsəd də deyir, kəş onun yerinə mən olaydım, yaxud belə uğurlar niyə heç vaxt mənə qismət olmur? Başqalarının uğurlarına həsəd aparmaq onun inkişafına və dəyişilməsinə mane olur. Özünü qiymət çox qapıları açır. Yanıma 79 yaşlı xəstə bir xanım gəldi. O musiqi dərsləri verir. Tələbələrindən bir neçəsi televiziya proqramlarında çıxış edirdi. O özü də bunu etmək istəyirdi, lakin qorxurdu. Mən onu tam ürəkləndirdim və izah etdim. Bu sahədə sizin kimisi yoxdur, özünüz kimi olun. Bu işi həvəslə edin. Sizin kimləri axtaran insanlar var. Qoy onlar görsünlər ki, siz varsınız. Qadın bir neçə agentlik və teleyayım şirkəti rəhbərlərinə zəng vurdu. Onlara yaşlı bir insan olduğunu və televiziya proqramları ilə məşğul olmaq istədiyini bildirdi. Həmin qadın o vaxtdan bu günədək bu sahədə fasiləsiz işləyir. Mən tez-tez onu televiziyada və jurnallarda görürəm. İnsanın hər hansı işi həvəsi varsa, bu sahədə karyerasını istənilən yaşda başlaya bilər. Özünü tənqid bütövlükdə hədəfə çatmağı gecikdirir. Özünü tənqid, ləngiməni və tənbəlliyi artırır. Beynin enerjisini yalnız köhnə fikirlərlə dəf etməyə və yenilərini yaratmağa sərf etməyə lazımdır. Özünüzə belə deyin, mən dəyərsiz olmağa ehtiyacından qurtulmaq istəyirəm. Mən ən gözəl həyata layiqəm və bunu sevə-sevə qəbul edirəm. Mən təsdiq etdiyiniz bu fikirləri bir neçə gün dəfələrlə təkrarlasam, ləngimənin təzahürünü avtomatik olaraq yox olacaq. Öz daxilimdə mən dəyərliyəm fikrini yarada bilsəm, daha yaxşı cəhətlərimdən imtina etməyə ehtiyacım olmayacaq. Həyatımızdakı negativ hallara və təzahürlərə bu motivasiya edici fikirlərin necə təsir etdiyini görürsünüzmü? Gəlin daxilimizdəki müəyyən inanclara görə nə isə edə bilməməyimizə vaxt və enerji sərf etməyi dayandıraq. Öncə inanclarımızı dəyişək. Sizin bu məsələyə necə yanaşmağınızın, yaxud nə haqda danışmağımızın fərqi yoxdur. Biz yalnız fikirlərdən danışırıq. Fikirlər isə dəyişdirilə bilər. Biz hər hansı bir vəziyyəti dəyişmək istəyiriksə, belə deməyimiz lazımdır. Mən bu şəraiti yaradan fikirlərimi dəyişmək istəyirəm. Siz hər dəfə xəstəliyiniz və probleminiz haqqında düşünəndə bu cümləni dönə-dönə təkrarlayın. Bunu dediyiniz an qurbanlar sinfindən bir addım uzaqlaşmış olursunuz. Siz artıq köməksiz deyilsiniz. Öz daxili gücünüzü hiss edirsiniz. Belə hallarda deyin, mən artıq bu vəziyyəti özüm yaratdığımı dərk etməyə başlayıram. İndi öz gücümü bərpa edir, bu köhnə inancdan boyun qaçırır və ondan azad olmaq istəyirəm. Özünü tənqid. Mənim bir xəstəm negativ fikirləri ilə baş-başa qalında əlinə keçəni yeyir, ertəsi gün isə köklüyünə görə əsəbləşir. O balaca qız olanda nahar stolunun ətrafında fırlanar, ailə üzvlərinin qabağında qalan bütün yemək qalıqlarını yermiş. Ailə üzvləri gülər və düşünərlərmiş ki, o şirin balaca bir qızdır. Bu onun ailəsindən eşitdiyi demək olar ki, yeganə tərifidir. Özünüzü qınayanda, danlayanda və günahlandıranda kiminlə bu cür rəftar etdiyinizi fikirləşirsiniz. Biz negativ və ya pozitiv bütün proqramlaşmamızı 3 yaşımıza da qəbul etmişik. O vaxtdan bəri başımıza gələnlər həmin dövrdə özümüz həyat haqda qəbul etdiklərimizə, ha belə inandıqlarımıza əsasən baş verir. Balaca olarkən bizimlə necə rəftar ediblərsə, indi də biz özümüzdə elə davranırıq. Sizin də anladığınız insan içinizdəki həmin 3 yaşlı uşaqdır. Siz qorxaq olduğunuza görə özünüzə qəzəblənirsinizsə, onda özünüzü 3 yaşlı uşağın yerinə qoyun. Əgər qarşınızda qorxan 3 yaşlı uşaq görsəniz, nə edərdiniz? Siz ona qəzəblənərdiniz, yoxsa onu qucaqlayıb rahatlayana qədər sakitləşdirərdiniz? Yəqin ki, uşaq olarkən ətrafımızdakı böyüklər sizi sakitləşdirməyiblər. İndi həyatınızdakı böyük siz özünüzsünüz. Əgər daxilinizdəki uşağı sakitləşdirə bilmirsinizsə, bu adamı doğrudan da çox məyus edir. Keçmişdə nə olubsa artıq olub keçib. Bugün özünüzlə arzuladığınız kimi rəftar etmək imkanınız var. Qorxmuş uşağın sakitləşdirilməyə ehtiyacı var. Danlanmağa yox. Özümüzü tanımaq sizi daha da qorxaqlaşdırır və üst tutmağa yeriniz qalmır. Əgər daxilinizdəki uşaq özünüzü təhlükəsizlikdə hiss etdirmirsə, bu vəziyyət çoxlu problemlər yaradır. Kiçik yaşlarınızda alçaldılanda
Nələr hiss etdiyinizi yadınıza salın. İndi sizin daxilinizdəki uşaq da özünü bu cür hiss edir. Özünüzə qarşı mehriban olun. Özünüzü sevməyə və tərifləməyə başlayın. Potensialınızı göstərmək üçün daxilinizdəki uşağı məhz buna ehtiyacı var. Yaşadığımız bu sonsuz həyatda hər şey əla, tamamlanmış və mükəmməldir. Daxilimdə olan hər hansı müqavimətlə bağlı fikirlərimin sadəcə dəf edilməsini növbəti hədəf kimi görürəm. Onlar mənə hökm edə bilməzlər. Mən öz dünyamın hakimiyəm. Mən həyatımda baş verən dəyişikliklərə bacardığım qədər uyğunlaşıram. Mən özümü və dəyişməyi bəyənirəm. Əlimdən gələn hər şeyi edirəm. Dəyişmək hər gün daha da asanlaşır. Daim dəyişən həyatımın ritmini və axarını tutduğum üçün sevinirəm. Bugün gözəl gündür. Mən onu gözəlləşdirməyə çalışıram. Mənim dünyamda hər şey gözəldir.